əziz YouTube izləyicilərimiz, yeni videodan sizi salamlayıram. İnşallah bugün Ramazan bayramı günüdür. Öncəliklə sizi Ramazan bayramı münasibətilə təbrik edirəm. Allah sizdən də, bizdən də qəbul etsin salih əməlləri. Ramazan bayramımız mübarək olsun. Allah Subhanahu taala bizi gələn Ramazana qovuştursun inşallah. Bugün gördüyünüz kimi yəni gəmidəyik, gəmi ilə keçirik üzbəüz şəhərə. Oradan yolumuz bir 110 kilometr yolumuz var. Ostrog Manastır belə gedir adı. Xəritədə də belədir. Ostrog Manastır. Dağın içərisində manastırdır. Biz oranı çəkməyə gedirik inşallah bugün. Çox gözəl yerdir. Niksisdə yerləşir. Niksis şəhərinə yaxın yerdədir. Belə dağlıq relyefdədir. İnşallah gedib çataq. Oranı da çəkəcəm, sizə göstərəcəm. Yolda da yenə maraqlı yerlər olsa onları da çəkərəm sizə. Dəniz xanım da buradadır. Görüşərik. Hələlik. Yolu da belədir. Baxın, dağlıqdır. Buradan da qatar yolu gedir. Bu Kolaşin qatar xəttidir. Kolaşin Podgoritsadan. Kolaşin də səhv eləməmsə buradan gedir. Yolu belədir. Orada da belə böyük kanyon. Yəni uçsuz bucaqsız da, yəni buradan yıxıldansa getdi. Çox hündür. Bir dənə dağın böyüklüyünə baxın. Çox vahiməldir. Yaxından görsəniz, hələ burada belə yəni görünmür də. Uçsuz bucaqsız. Bəli dostlar, gəldik çatdıq. Kilsənin girişi buradandır belədir. Deməli kilsə Serblərin pravoslav kilsəsidir. Yəni pravoslav gedir. Keçmiş zamanlarda Sveti Vasiliya Ostrovski var, onun adını alır. Ostrovski gedir belə adı. Prosta Ostrov qoyublar. Belədir. Buradan da düzənlik var, ora görünür. Belə bir yerdir. İndi yaxınlaşdıqca məlumatı verəcəm. Bu arada da ki, bura Danilovgrad şəhəri, oranın bələdiyyəsinə aiddir. Buradan da Danilovgrad düzənliyi deyilən yer var. Göstərim orası. Danilovgradın da yanı. Bielopovlitsi düzənliyi deyirlər. Baxın bu buralardır. Aşağılar o düzənliklər, bu hissələr. Dostlar, səhv bilmişik, bura o deyil. Bura başqadır. Ostrog biraz buradan yuxarıdadır. Deyil, buradan görünür. O buradadır, bir dəqiqə yaxınlaşdırım. Baxın, bu hissələrdir. İndi gedirik oranı çəkməyə. İnşallah gedək çəkəcəm. Çox gözəl yerdir. Biz də elə bildik buradır. Amma dediyim düzənlik, yəni aşağı Bielopolski düzənlikdir. Fərqi yoxdur olsa Danilovgrad gedir burada. Danilovgradın ərazisidir. İndi qoy yuxarı qalxa, oradan göstərəcəm. Bura çox gözəldir. Sizə deyim ki, kilsələr var ha. İndi bizdə məscidlərdə də elə səliqəlik yaradılar. Elhamdülillah, Allah'a əmin olsun. Amma bunlar da yəni deyim ki, çox səliqə səhmana fikir verirlər belə kilsələrdə. Gör necə gözəl. Rahatladıcı şəkildə də beləsinə adam başını elə bir sakitləşdirmək üçün də gəlib otura bilər. Çox dəhşətli dayan. Belə sıldırım qay hələ yanına gəlməmişdim. Çox qorxulu görünür. Siz buradan görsəz, çox qorxulu.
Biz elə bilirdik ki, bura rahat gələcək, maşını saxlayacaq, düşəcək. Ya, buradan hələ nə qədər yolumuz var. Baxın belə pilləkənlər. Yəni əslində məntiq olaraq fikirləşməliydik ki, yəni heç bir kilsəyə rahat şəkildə getmək olmur. Yəni belə kilsələr dağ başında olan, çünki bura maşın qalxma biraz çox çətin. Görsəz burada hündürlüyü. Baxın bax, ora qalxacağıq qalxmana. Amma buradan da uçsuz bucaqsız düzənlik var da, yəni görə bilməyəcəksiniz sonra. Çıx, qurtarmaq bilmir. Sən heç yorulmamısan. Amma dəyər sizə deyim. Çox vahiməlidir. Dağları görsəz inana bilməyəcəksiniz. Buradan bir aşağıda düzənlik görünür. Harca bu hissələrdə. Bəlkə də o kilsədən görünür. Kilsə 17-ci əsrin əvvəllərində Bosniyalı bir şəxs tərəfindən təsis edilib. 1640-cı ildə səhv eləmirəmsə Montenegro xəritələrinə girib. Bu da parkingidir. İkinci parkingdir. Bəli. Bu da məşhur Ostrog Manastır. Dağın içində möhtəşəm bir yerdir. Burada da bizdə bulaqlar olur. Belə bir şey, bulaqlar var. Çox gözəl. Götürüb daşı öpür. Allahu Ekber. Gör bunlar nəyə? Şeylərlər, sitayiş edirlər. Subhanallah. Amma odur da yəni. Gözəllik odur. Bax burada həmin düzənlik var. Göstərim sizə aşağıda. Bax bura. Biraz qoy yaxınlaşdırım. Böyle bir şeyde. Yani gözlə çətin çox görünürsən. Aşağıda nələrsə var. Girənlər gördüyün şeyi öpürlər. Öpürlər bax, görmədim. Girənlər daşı öpdülər. Şirkə bax sən. O çayda döşətələrdə nədə olar? Ona bax. Nəsə. Burada bir qaya var belə. Şimdi yayda burada ne kadar turist olur. Aşağıdaşlar nədir bura? Mağazadır nəsə. Amma çox gözəl daha memarisi. 1923'te burada yanğın çıxıb. 1923-26-cı illər arasında. Hə, yeniliklər. Burada çox dağın ətəyində kilsə olubdur. Bunlar saxlaya bilirlər, qoruyublar deyə burada da şam yandırırlar. Bunların ayinləri də var. Nə qədər şam yandırırlarsa istidən çaya girmək olmaz. Burada bir tanesi de var. O da kayansında. Möhtəşəm. Mən belə bir şey birinci dəfədir görürəm. Həqiqətən. Nəyə görə birinci dəfə görürəm? Çünki bura gəlməmişəm. Gəlməyim. Birinci dəfədir gəlirik. Nədir? Kimdədir? Evet, danışırlar. Belə möhtəşəmdir, çox möhtəşəm. Hə, bu qapıdan girsən, o qapıdan çıxırsan. Hələ orada da nəsə var ha. Bax burada. O yaylaq buradan nətər görünür. Çox möhtəşəm. Nə buna baxın. Dağın içindəki. Çox dəhşət. Sıldırım qayadır. Ona baxın da. Dağların içində.
Bura neydi? Bura gerek var. Evet. Divarlara şeyine bağlı. İcazə verməm də çəkməyə, gizli çəkirik. Gəl bura, burada. Sıxıları falan. Ders götür. Baxa Allah, baxa sıxıları falan. Gəl bura, baxa. Hə? Ne oldu? Dənizin? Niyə? Hayda, dağın üstündən nəsə şey düzəldi. Gəl bura, baxa. Divarı öpürlər. Divarı öpürlər, sən Allah. Gözlə. Şirkəyə baxırsan, divarları öpürlər heç. Allahu Ekber. Amma çox hamısı qararlıyım. Çəkməyə icazə vermirlər, çox dağdır, ona görə üzülürsən belə. Belə çəkəm. Çok dəhşətdir. Gəlin siz, mərkəzə. Da. Ay, yanım. Bu nədir belə? Nə ləzzətdir. Bir daha bura baxın. Göyün 7-ci qatı. Divardakı işləmələrə baxın. Hamısı mozaikdir. Çox gözəldir. Sadəcə bir möhtəşəm. Mütləq Montenegroya gələndə əgər vaxt eləyə bilsəz, mütləq gəlinəsi yerlərdən biri. Həqiqətən çox ləzzətli yeriymiş, xoşum gəldi. Yəni aralıdan çəkəcəm bax. Bir də çəkim. Bu indi yuxarısına çıxdığımız yerdir. Belə bir yerdir. Süper da, sadəcə süper. Allah subhanahu taala insanlara nətər beyin veribdir. Gəlib burada bu cürə gözəlliklər qurublar. Onu da ki şirk eləyirlər. Heç nə Allah nə deyim, islah eləsin bu insanlar. Divarı öpürlər. Vallahi içəri girirlər, divarı öpürlər, divarı. Dəhşət. İnana bilməyəsiniz. Hə, soydu. Belə. Bu vlogumuzda belə çəkdik buranı. Yəni bilmirəm indi xoşunuza gələr ya gəlməz. Belə gəldik bugünkü gəldiyimiz yer Ostrog monastırıdır. İnşallah yeni tapdığım yerlərin hamısına gedəcəm, hamısını çəkəcəm. Gələn videoda görüşməyə ümidi ilə inşallah. İndi aşağıda əgər başqa nələrsə olsa yenə də videoya əlavə edəcəm. Hələlik, görüşərik gələn videoda.